İndi də gözləyirlər ki, Dərnəgül ərazisinin tikilməsi ilə bağlı həmin o 5,5 milyardlıq layihə, üstəgəl Sibriz, yenidən bir tikinti prosesi yaradacaq. Amma problem... Bu Bakıda da axı sadəcə... Ondan əlavə problem nədir Aygün xanım? Burada da problem var. Əvvəl obrazı desək, bu tikinti işlərində 100 şirkət işləyirdisə, indi 10 şirkət işləyir. Həddindən artıq təmərküzləşmə baş verib. Böyük şirkətlər, kiçik şirkətləri, orta şirkətləri sıradan çıxardıb. Bu həm rəqabəti öldürüb, həm də qazanc gətirən, qazanan insanların sayını azaldıb da. Çünki 100 şirkət işləyəndə, bu 100 şirkətin, o irili, xırdalı, orta şirkətlərin hərəsinin özünün bir qazanc payı var idi. İndi bu 10 şirkətdə də o qazanc payı, 90 şirkət sıradan çıxıb. Yenə deyirəm, bu çox şərti və obrazlı mənzərəni çizmək istəyirəm. Bir də ikincisi də siz dediyiniz kimi də, bu Bakının iş məsələsi. Bəs rayon, bəs regionlar. Regional boşaldı, onlar həmin o prosesdə. Və indi belə çıxır ki, biz həmin səhvi yenə təkrar edirik də. Yenə burada tikinti bumu olacaq, yenə kəndlər, rayonlar boşalacaq, cəmaat axacaq Bakıya. Sonra da hamımız oturacaq, ağıllı sifətlə belə deyək də, deyəcək ki, niyə bu belə oldu, niyə Bakıda bu qədər insan var? Neynəsin o insan? O rayondakı neynəsin? Bax, o almasını gətirib gəldi yenə verilişin əvvəlinə də, rahat metronun qabağında sata bilsə, heç gəlməz bəlkə bura. Natiq bəy, yeri gəlmişkən indi bu 5,5 milyardlıq Dərnəgül layihəsindən danışdıq. Bunu məsələn regionlardan birində eləmək olmazdı ki, mütləq Bakıda olmalıdır. Bakı rent qabiliyyəti güclüdür, təəssüf ki. Çünki biz regionların vaxtında inkişaf elətdirmədik deyə cəlbedicilik yaradaq. 20 il bundan qabaq biz doğru strategiya qursaydıq, bu dəqiqə Gəncə milyonluq şəhəri. Milyonluq şəhər. Görün necə cəlbedici olacaqdır. O ətrafda yaşayan insanlar... Bütün Gəncə və Gəncəbasan üçün olacaqdı bir paytaxt. Əlbəttə, yəni orada yaşayan fikirləşirdi. Mən Bakıda nə işim var? Elə evimə də yaxındır. Evim də var, yeri gəlmişkən. Məsələn, Şəmkirdə yaşayan, Gəncədə işləmək nə var ki, 20 dəqiqəlik yoldur da. Gedib gəlmək. Ya Göygöldə yaşayan, ya Goranboyda yaşayan, Samuqda yaşayan, nədir? Biz bax bunu bacarmadıq. Biz milyonluq... İndi yenə oranı boşaldırıq paytaxtda. Bəli, təəssüf ki. Çünki biz şişirtməyə, yəni rent oradadır, rent Bakıdadır. Məsələn, iş adamları da Bakıda ev tikməyə maraqlıdırlar da. Yer var da, məsələn, nə bilim, Şəkidə axır zaman olanda çox belə diqqətlə fikir verdim. Doğrudan da o Şəkinin bir hissəsi var. O zindan tikilən tərəfidə düzənlikdir, bomboşdur. Orada bəlkə də nə bilim 1000 dənə bina tikmək olar, bina. Amma niyə tiksin ki orada? Məsələn, iş adamına tutalım verirlər, sizə verirlər, siz iş adamı kimi oturub fikir deyəcəksən, dövlət verdi ki, ged orada ev tik. Oturub fikirləşəcəm də, mən burada evi niyə tikim? Kim gəlib burada yaşayacaq? Kimə satacam? Bax, o birinci cəlbediciliyi artmalıdır. Sonradan artıq o bazar qaydaları diktə olunur. Yaxşı, transfer eləyən Naxçıvandan, Zəngəzur dəhlizi açılır. Çox şey eləmək olar. Əslində, bunun zorla eləmək mümkün deyil də. Bunu cəlbedicilik artırmaqla olar. Bunun da yollarını dəfələrlə demişik də. Bakının boşaldılmasına ehtiyac var da. Bakı boşalmalıdır ki... Boşaltmırıq, bütün proses əksinə olur da, onu deyirəm. Boşunu boşaltmanın da çox sadə yolları var. Şərt deyil ki, paytaxtı köçürdü. Elə təkliflər də tez-tez yəqin ki, görürsünüz əslən. Buna şərt deyil. Heç lazım da deyil Bakı paytaxtın köçürülməsinə. Bakıdan bir çox dövlət və hökumət orqanlarının köçürülməsi, universitetlərin köçürülməsi, iş şəraitində vergi güzəştlərinin olması. Məsələn, mən New Yorkda, Amerikada olanda, ən son New Yorka gəldik ki, Bakıya uçmalıydıq da. Mən də belə də birinci dəfə getmişdim deyə, belə xam dövrümdür. Fikirləşdim ki, New Yorkdur da, ən böyük şəhərdir. Oradan alver eləyərəm də, gedəndə hədiyyələri oradan alırım. Sonradan məlum oldu ki, New York ən bahalısıdır. Çünki yerli ticarət vergisi həddindən artıq çoxdur. Yüksəkdir, çoxdur. Yəni, indi də eyni, Bakıda vergini biraz çox eləyirsən, regionlarda az eləyirsən. Məsələn, Kənd Təsərrüfatı Nazirliyidir, Ali Məhkəmədir, Konstitusiya Məhkəməsidir. Bunlar niyə olmalı? Hətta mən düşünürəm, parlamenti də köçürmək olar. Gürcülər Kutaisiyə köçürdülər. Niyə olmasın ki? Niyə olmasın? Köçürdək universitetlərdir. Məsələn, Xan kəndi... Regionları canlandırmanın yolları, başqa nə yol var? Xan kəndinə mən gedəndə ürəyim dağa döndü. Bir universitetin hesabına şəhər qaynayır. Əlbəttə, mən gəncləri gördüm, məsələn, başqa açığın deyim ki, başqa rayonlardan da keçdik, görmədim. Küçədə adam yox idi.
Amma Xan kəndində ürəyim dağa döndü. Hətta bir dənə o bel çantası ilə bir tərəfində də gitarı asmışdı bir cavan uşaq. Gedirdik küçədə. Biz də avtobusdan keçəndə gördüm. Çox belə adamın gözləri doldu. Yataqxananın qabağından keçdik. Xankəndi Universitetinin yataqxanası. Vallahi elə bizdən şişlirdəsən. Uşaq yəni qaynayır orada tələbə. Həyat bəs nədir? Əlbəttə kafe yerlər açılır. Kafe işləyir, yəni insanlar biri gitara çalır, biri mahnı oxuyur. O işləyir, bu işləyir. Yavaş-yavaş hər şey həyat canlanır. Hələ təsəvvür edin ki 3-4 min. Mağazaların sayı çoxalır. 3-4 min də orada. İndi 16 min olsa nə olacaq? Kirayə məsələləri Əlbəttə, artıq, yəni əlbəttə. mülkiyyətçi bir proses başlayır. Yəni bunların hamısı Eyni şeydə şəhər həyatında bir universitetlə gələn məsələdir. Bunu Bir universitetlə. Türkiyədə elədi də. Türkiyədə necə idi? Məsələn, 2002-ci ildə AK Partini çox tənqid eləmək olar. Amma yaxşı işlərini də demək lazımdır da. Yol infrastrukturu, Əlbəttə. təhsillə bağlı, 81 ilin tibblə bağlı. 81 ilin cəmi 48 ya 49-unda universitet var idi. Dərəsində 5 dənə. İndi hər ildə var, bəzilərində siz demiş 5 dənə. dənəsi var.